Deməli bu qonaq otağıdır. Qəşəng stullu 6 dənə masamız, televizorumuz. Burada da şifaner. Bu da bizim koridorumuzdur. Bu da bizim spalnimizdir. Toz sonra. Ütü masası. Burada da uşaqların dərs eləməyi yeri. Bu da şkafımız. Bu da belə. Sonra gedirik kukunya. Kukunya gelməmişdən qabaq sanuzeli çəkim. Sanuzelimizlə öyrənsən gözəl duş kabina. Bu da bizim kuklamız. Qəşəng paltaryanımız. Burada çayımız. Xalaverimiz. Bizim kombimizin yerleştiği yer. Bütün nutkamız da var. Havası çölə çıxır, evdə deyil də yəni. Gül kimi qəşəng. Beləsinə. Buradan da Gənclik stadionuna baxır. Çox gözəl yer.